neçə gündür bu internetdə bir qızın videoları çıxır qabağıma. Bir biabır eləyir yekə adamları, kimlərlə ki əlaqəsi olub da. Baxıram indi özlüyümdə fikirləşirəm ki, birinci fikir gəldi mənə ki, Allah eləməsin beləsinə rast gələsən. Sonra da oturub fikirləşirəm ki, nə beləsinə rast gələsən. Biz indi elə bir dövrdə yaşayırıq ki, yəni sözüm bu elə kişilərə ya. Artıq biz heç bir qəlet, yəni səssiz, külsüz eləyə bilmərik. Bir nəyə görə? Çünki bu rəqəmsal texnologiyalar dünyasıdır. Bax indi belə adi bir hal götürək də. Qəlet eləmək üçün əvvəlcə kimləsə tanış olmaq lazımdır. Düzdür? O adamla tanış olandan sonra o ilə danışmaq lazımdır. Bizim doğru dildə desək başını pişirmək. O danışmaq harda baş verir? Hələ burada telefonda, nə bilim WhatsApp'da, nə bilim Telegram'da, nə bilim Messenger'da. Bunlar da hamısı bütün o yazılarınız qalır. Vay hay o gündən ki, sizin nəsə bir deyir bir yerinizdən bir şey əyri çıxsın da, qanınız getdi. Çünki bunlar hamısı qalır. Lazım gələndə əllərində belə bayraq eləyirlər. Əgər siz nüfuzlusuz, hörmətlisiniz, sembol imkanlısınızsa, amma qanınız getdi, yayırlar hər yerə. Başa düşürsünüz? Orada söhbət eləyir, deyir ki, deyir mən deyir sən deyir oramı buramı öpməmişəm ki, sən deyir mənim oramı buramı öpmüşəm. Öpmüsən. Bilirsiniz o belə danışıqlar, yəni əslində də bunu belə ətrafa getsin, baxsın. Çox adam mində qələt eləyir də. Yəni bu insanın əks üzüdür. Gəlin əyri oturaq, düz danışaq ki, yəni insan meyllidir də belə bir hərəkətlərə. Başa düşürsüz? Bu hamıya aiddir. Xüsusən də kişilərə. Çünki kişinin gözü doymur. Başa düşürsüz? Biri var deyir oturubdur, vaxtı ikən oturub çörək yeyərdim, çörək yeyərdim. Yeyirsən. Sonra hələ qarnın doyub ha, qarnın doyub. Amma gözlərin hələ axtarır. Rəhmətli nənəm deyərdi ki, buna bax, qarnı doyub, amma gözü doymuyor. Bax, kişi də ondandır. Kişi bilirsiniz necə adamdır. Kişi hər şeydə belə ovçudur da, belə deyək də. Yəni ki, qadınlarda biraz başqa cürdür. Qadın necədir? Qadın sadiqlik, nə bilim, sevgi, məhəbbət. Amma kişilərdə hələ deyil. Kişi. Yəni ki, hara vurransa hələ gözləri dörddür də. O gözləri dörd olanların da bizlərdə bir dənə söz var, Bakılılarda deyirlər ki, şor gözdür. Amma ki bu faktdır da, bu reallıqdır. Axır ki, xülasə belədir. İndi bu dağa nə ki qələt elə söz, hamısı üzə çıxacaq. Yəni elə söz deyəndə özümü də daxil sayıram ha. Yəni kimin əgər videosu çıxmayıbsa, kimin hələ ki adı çıxmayıbsa, bu o deməkdir ki, sadəcə olaraq sizin pulunuz yoxdur. Biraz pullaşın, görün sizin haqqınızda nə kartotekalar var. Özdə harda istəyirsiniz ha, aşağıdan yuxarıya kimi nə eləmişsiniz, hamısı yazılır. Bu qədər qəlbdən qəlbə.